Salam, hörmətli izləyicilər. Azərbaycan dilindən növbəti tədris ilində qeydiyyatımız davam edir. Qeyd edim ki, 9 və 11-ci siniflərin buraxılış imtahanına hazırlıq, həmçinin 5-ci sinifdən 11-ci sinifə qədər bütün siniflər üzrə hazırlıqlar keçirilir. Yəni, həm təkmilləşdirmə kursları 5, 6, 7-ci siniflər, həmçinin liseylərə hazırlıq, olimpiyadaya hazırlıq, yəni bu sahələr üzrə də hazırlıqlarımız üçün qeydiyyat davam edir. Bugün deməli, ayın 11-də keçirilmiş Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanın mətn sualının izahını təqdim edəcək. Deməli. Qeyd edim ki, digər mətni kanalımızda yerləşdirmişik izahını, həmçinin qrammatika suallarını. Kanalımızdan izləyə bilərsiniz. Yəni, kanala daxil oluruq. Burada videolarımız var. Həmçinin deməli, Həmidə xanım Cavanşir, yəni bu mətni izah eləmişik. İndi növbəti mətnin izahına baxaq. Yox, belə olmayacaq. Bizə də bunu çevirək. Aleyküm salam. Deməli, indi yazılarınıza baxa bilməyəcəm. Bir də mətni oxuyum, izah edeyim. Deməli, mətnimiz, qeyd edim ki, bu mətn ayın 11-də kolleclərə qəbul imtahanında istifadə olunmuş mətndir. Azadın qayıtması. Mətni oxuyuruq. 3-cü ay idi ki, Ulduz bütün boş vaxtlarında Azadın qayıtması tablosu üzərində işləyirdi. Daima rəssamlığa həvəs göstərən Ulduzun bu birinci ciddi və böyük işi idi. Əlində fırça o, saatlarla çəkdiyi tablo qarşısında dayanıb düşünürdü. Deməli, bu birinci abzasımız oldu. Qeyd edim ki, ümumiyyətlə, mətn suallarında yəni bu haqda çox olur. Deməli, giriş, əsas isə bir də nəticə. Deməli, bu girişdir. Birinci abzas adətən giriş olur.
sonra əsas hissə, sonra sonda isə nəticə gəlir. Sonra davam edirik. Lakin son həftələr ulduzun gözlərinə böyük bir narahatlıq kölgə salmışdı. O daimi bir təlaş və intizar içərisində idi. 2 ay idi, qardaşından məktub gəlmirdi. Bu, Azadın xasiyyətinə uyğun deyildi. O, heç vaxt ailəsini intizarda qoymaz, davamlı şəkildə evə məktub yazardı. Ondan məktubun olmaması gözlənilməz bir hal idi. Axırıncı məktub oktyabrda gəlmişdi. İndi isə artıq dekabrın əvvəli idi. Ulduz fikirləri başından qovmaq üçün daha artıq qızğınlıqla işləyirdi. Daxili gərginlik tələb edən yaradıcılıq zəhmətinin ağırlığını hər gün biraz daha artıq hiss edirdi. Sonra davam edirik. Deməli, növbəti abzasa keçirik. Nəhayət 2 ayda işlədikdən sonra ona elə gəldi ki, artıq əsərini tamamlamışdır. Bir gün anasının qolundan tutub öz otağına gəlirdi. Bir gün anasının qolundan tutub öz otağına gətirdi. Nazik, ağ örtüyü tablonun üstündən qaldırıb kənara atdı. Əlbəttə, bu həqiqi və kamil bir əsər deyildi. Lakin sadə və təsir edici rəmzlərlə dolu bir tablo idi. Nərgiz xanımın gözləri tabloya dikilib qaldı. Tablo Azadın qayıtmasını təsvir edirdi. Kətanın üzərində qapı açılmış, Azad həyəcanlı bir təbəssümlə qapı arasında dayanmışdı. Görünür, o, xəbərsiz gəlmişdi. İçəridə, pəncərə yanında oturmuş Nərgiz xanımın oxuduğu kitab əlindən düşmüşdü. Bikə ilə Asya yerindən sıçramışdılar. Arxada isə bütün sevinci gözlərində ulduz təsvir edilmişdi. Sonra növbəti abzas sonuncu. Yəni nəticə hissəmiz. Ulduz şəklin nə cür təsir buraxdığını yoxlamaq üçün dönüb anasının üzünə baxdı. Nərgiz xanımın gözləri yaşla dolmuşdu. Ulduz onun gözlərinə baxarkən ana artıq özünü saxlaya bilməyərək həmişə ona həmdəm olan qızını qucaqladı. Ulduz titrəyən barmaqları ilə gözləri çarəsizliklə dolu anasının saçlarını oxşayaraq dedi. Burada çox nöqtə qoyulub, yəni fikri davam etdirməliyik. Yəni belə bir sual olacaq. İndi keçirik suallarımıza. Deməli, birinci sualımız. Mətnə əsasən bu nəticələrə gəlmək olar. Deməli, mətni oxuduq. İndi mətnə əsasən hansı nəticələrə gəlmək olar? Düzgün cavabları tapmalıyıq. Ulduz tabloda öz arzularını əks etdirmişdi. Biz burada gördük ki, mətni oxuyarkən Ulduz öz arzularını tabloda əks etdirmişdi. Yəni, qardaşının qayıtmasını, həmçinin o qayıdarkən evdə hansı hadisələr baş verəcək. Yəni, ona görə biri düzgün cavab kimi götürə bilərik. Sonra ikinci. Nərgiz xanım və Ulduz gələcəklə bağlı ümidsiz idilər. Bu cavab isə mətndə yox idi. Yəni, onlar ümidsiz deyildi. Yəni, tabloda da əks olunurdu ki, yəni ümidli idilər. Ona görə bu səhv olur. Bunu götürə bilmərik. Sonra növbəti. Ulduzun sənətə meyl etməsinin səbəbi fikrini dağıtmaq istəməsi idi. Yəni, burada mətnin əvvəlində biz gördük ki, bütün boş vaxtlarında Azadın qayıtması tablo üzərində işlərdi, daima rəssamlığa həvəs göstərən. Ulduzun bu birinci ciddi və böyük işi idi. Yəni, burada görürük ki, daima rəssamlığa həvəs göstərir. Yəni, əvvəldən bu rəssamlığa həvəs göstərib. Ona görə bu cavabı götürə bilmirik. Sonra, evdə intizar çəkən yalnız Ulduz deyildi. Bəli, anası da intizar çəkirdi. Yəni, Azadın yolunu gözləyirdi. Ona görə 4-ü də götürürük.
Sonra tabloda ulduzun şahidi olduğu hadisə əks olunmuşdur. Xeyr, şahidi olduğu yox, xəyalında canlandırdığı hadisə əks olunmuşdur. Ona görə də 5-i götürə bilmərəm. Deməli, düzgün cavabımız 1 və 4. B bəndi olacaq. Sonra davam edirik. Növbəti sualımız. Cədvəldə mətndəki boş çərçivənin yerinə uyğun gələ bilən doğru nümunələri müəyyən edin. Deməli, cədvələ boş çərçivəmiz buradaydı. Deməli. Aha. Boş çərçivəmiz axırıncı məktub oktyabrda gəlmişdi. İndi isə artıq dekabrın əvvəli idi. Ulduz. Burada boş çərçivəmiz var. Fikirləri başından qovmaq üçün daha artıq qızğınlıqla işləyirdi. Burada fikirlərə aid bir söz olacaq. Ulduz fikirləri başından qovmaq üçün. Aha. İndi baxırıq sualda. Deməli, burada kontekstə uyğun məcazi məna ifadə tapmalıyıq. Necə fikirləri? Yəni, qara fikirləri. Yəni, məcazi mənada qara fikirləri, həmçinin ruhunu əzən. Yəni, hər ikisi məcazi mənadadır. Qara fikirlər, həmçinin ruhunu əzən fikirlər. Digər cədvəlin digər xanasında isə kontekstə uyğun həqiqi mənalı ifadə. Deməli, pis fikirlər, həqiqi mənada pis fikirlər. Amma ağır fikir, dumanlı fikir, yəni bunlar isə məcazi məna olacaq. Ona görə bunları götürə bilmərik. Deməli, cavabımız olacaq. Məcazi məna, qara, ruhan əzən, həqiqi məna isə pis. 1, 2 və 4 D bəndi. Sonra davam edirik. Mətnə əsasən bu sualın cavabını müəyyən etmək olmaz. Ananın tabloya reaksiyası necə olur? Bəli, bu var idi. Sonda, yəni onun gözlərinə baxdı, üzünə baxdı, gördü ki, anası kövrəlib. Yaşla dolmuşdu. Bax, burada fikir verin, Nərgiz xanımın gözləri yaşla dolmuşdu. Nərgiz xanımın gözləri yaşla dolmuş. Yəni, bu reaksiyasını burada görürük. Sonra, tabloda nə təsvir olmuşdu? Bəli, tabloda təsvir olunan da mətndə verilib. Yəni, Azadın qayıtması. Sonra, ulduz niyə gərginlik içində idi? Çünki artıq qardaşından məktub gəlmirdi, o da gərginlik içində idi. Yəni, bu da var mətnimizdə. Azaddan niyə məktub gəlmirdi? Bu isə yoxdur. Yəni, mətndə bu haqda məlumat verilməyib. Ona görə də düzgün cavabımız olacaq D bəndi. E bəndində isə ulduz və anası arasında münasibət necə idi? Ulduz və anası arasında münasibət. Bu münasibət isə sonda var idi. Diqqət edin bura. Deyir ki, ulduz onun gözlərinə baxarkən ana artıq özünü saxlaya bilmir. Həmişə ona həmdəm olan qızını qucaqladı. Həmişə ona həmdəm olan. Yəni, görürsünüz, burada ana ilə qızı arasında olan münasibət göstərilib. Yəni, onlar bir-birinə həmdəm olublar, yoldaş olublar. Çətin günlərdə bir-birinə dayaq olublar. Ona görə bunların arasındakı münasibət də burada var. Yəni, ulduz və anası arasında münasibət necə idi? Bu da mətndə var. Ona görə cavabımız olur D bəndi. Azaddan niyə məktub gəlmirdi? Yəni, bunun deməli, mətn əsasən bu sualın cavabını müəyyən etmək olmur. Sonra deməli, üzrlü hesab edin, başım qarışıb mətnə, heç yazdıqlarınıza baxmamışam. Deməli, bu MİQ deyil, abituriyentdir. Amma inşallah MİQ üçün də mətnlər olacaq. ERM-in mətnləri var.
bir sual, bir mətn. Yəni belə də MİQ imtahanı başqa cürdür, yəni orada olan mətnlər. MİQ-dəki mətnlər bir mətn olur, ona uyğun bir sual olur. Amma bu isə abituriyentlərə aiddir, yəni 9-cu sinifə aiddir. Yəni burada 9-da bir mətnə 10 sual olur, 18-i qapalı, ikisi isə açıq olur. Amma MİQ-dəki mətnlər biraz başqa cür olur. Yəni ona aid də inşallah paylaşımlarımız olacaq. Sonra Aleyküm salam. Mətnimizi izah edək, qutaraq, sonra inşallah bunlara baxarıq. Deməli, davam edirik. Üzərində rəqəm yazılmış sözlər uyğun olaraq kontekstə görə əvəz edə bilər. Üzərində rəqəm yazılan sözlərə baxaq. Deməli, ciddi, birinci tablo. Tablo, rəsm. Yəni, bu bir-birini əvəz eləyə bilir. Biri götürürük. Sonra, ikidə ciddi, təhlükəsiz. Bu uyğun gəlmir. Sonra, üçüncü, narahatlıq, biganəlik. Bu da uyğun gəlmir. Dördüncü, deməli, dördüncü sözümüzə baxaq. Dördüncü, dönüb. Dönüb, çevrilib. Uyğun gəlir. Dönüb, çevrilib. 1, 4. Sonra, beşinci, oxşayaraq. Oxşayaraq, sığallamaq. Yəni, səslərini oxşamaq, sığallamaq. Bu da uyğun gəlir. 1, 4, 5. Cavabımız oldu B bəndi. Sonra, davam edək. 41-ci suala baxaq. Mətnin tərkib hissələri ilə bağlı doğru fikirləri müəyyən edin. Dedik ki, mətnin tərkib hissələri giriş, əsas hissə və nəticə oldu. İndi burada baxırıq. Əsərin hansı fəsildə tamamlandığını əsas hissəyə əsasən müəyyən etmək mümkündür. Deməli, əsərin hansı fəsildə tamamlandığını əsas hissəyə əsasən müəyyən etmək mümkündür. İndi baxaq. Əsas hissə dedik ki, yəni birinci abzas giriş oldu, ondan sonra əsas hissəmiz başladı. Burada da mətni oxuyanda diqqət elədinizsə, aylar haqqında danışılırdı. Deməli, nəhayət, bax burada baxırıq. Deməli, nəhayət 2 ayda işlədikdən sonra ona elə gəldi ki, artıq əsəri tamamlamışdır. Bir gün anasının qolundan tutub öz otağına gətirdi. Deməli, burada 2 ay keçdiyini deyil, sonra deməli, əsas hissəyə baxırıq. Bax, burada var. Axırıncı məktub oktyabrda gəlmişdi. İndi isə artıq dekabrın əvvəli idi. Oktyabr, sonra dekabr, ulduz fikri başının qolmaq daha artıq qızğınla işlərdi. Daxili gərini tələb edən yaradıcılıq. Bundan sonra nəhayət 2 ayda işlədikdən sonra, deməli, dekabr, yanvar, fevral. Yəni, artıq bu cavabı götürə bilərik. Yəni, əsərin hansı fəsildə tamamlandığını əsas hissəyə əsasən müəyyən etmək mümkündür. Yəni, bu saydıqlarımız da əsas hissədə idi. Ona görə biri götürə bilərik. Sonra, 2-də deyir ki, nəticə hissədə mətndə qaldırılmış bütün problemlər öz həlini tapır. Nəticə də dedik ki, sondadır. Yəni, sonuncu abzas.
Amma burada bütün problemlər öz həllini tapmalı. Çünki əsas problem nə idi? Azad qayıtmırdı, ona məktub gəlmirdi. Yəni nəticədə də o həllini tapmır. Sadəcə olaraq onun şəkli çəkilir və ondan yaranan təəssürat öz əksini tapır. Ona görə 2-ni götürə bilmərik. 2 səhvdir. Sonra 3. Nərgiz xanımın tabloya münasibəti nəticə hissədə özünü göstərir. Bəli. 3-ü də götürə bilərik. Çünki nəticə hissədə biz bunu görürük. Deyir ki, nəticə sondadır. Deməli, burada da baxırıq. Nərgiz xanımın gözləri yaşla dolmuşdu. Ulduz onun gözlərinə baxarkən ana artıq özünü saxlaya bilməyir. Həmişə ona həmdəm olan qızını qucaqladı. Yəni, burada onun münasibətini görürük. Ona görə bu cavabı götürürük. Yəni, Nərgiz xanımın tabloya münasibəti nəticə hissədə özünü göstərir. Bəli. Sonra 4-də deyir ki, obrazların xarakterik xüsusiyyətləri əsasən giriş hissədə ortaya çıxır. Bu səhvdir. Çünki əsasən sonda ortaya çıxır. Nəticə, ondan sonra sonda ananın kövrəldiyini görürük. Həmçinin olan xüsusiyyətləri də növbəti hissələrdə göstərilir. Ona görə 4-ü götürə bilmirik. 5-də isə Azadın evə dönməsi ilə tablonun hazır olmasının eyni vaxtda təsadüf etməsi əsas hissədə məlum olur. Yəni, belə bir hadisədə baş verməli. Çünki Azad dönməmişdir. Ona görə düzgün cavabımız olur C bəndi. Yəni, 1 və 3. Sonra davam edirik. Aha, test bayaq demişdi. Kolleclərə qəbul. 9 illik buraxılış imtahanının mətnidir. Aha, sonra keçirik növbəti 42. Mətnin məzmunu ilə bağlı doğru fikirləri müəyyən edin. Ulduz tablonun üzərində aylarla işləmişdir. Bəli. Bayaq orada sadaladıq. Oktyabr, sonra yanvar, sonra 2 ay keçdi. Ona görə biri götürürük. Azaddan xəbərin olmaması ulduzun işləməsinə də təsir edirdi. Əksinə o deyir daha qızğınlıqla çalışırdı. Ona görə 2-ni götürə bilmərik. Sonra 3-də Azadın geri dönməsi Nərgiz xanımın intizarına son qoyur. Bu da yanlışdır. Belə bir hadisə baş vermədi. Sonra ulduz tabloda öz təsvirinə yer verməmişdi. Yox. Öz təsviri var idi. Deməli, baxırıq burada, baxın, deməli. Azad, deməli, sadə və təsirci rəmzlərlə dolu bir tablo idi. Nərgiz xanımın gözləri tabloya dikilib qaldı. Tablo Azadın qayıtmasını təsvir edirdi. Kətanın üzərində qapı açılmış, Azad həyəcanlı bir təbəssümlə qapı arasında dayanmışdı. Görünür o xəbərsiz gəlmişdi. İçəridə pəncərə yanında oturmuş Nərgiz xanımın oxuduğu kitab əlindən düşmüşdü. Bikə ilə Asya yerindən sıçramışdılar. Aha. Arxada isə bütün sevinci gözlərində ulduz təsvir edilmişdi. Yəni, burada görür ki, ulduz var idi. Deməli, ulduz tabloda öz təsirinə yer verməmişdir. Bizdə soruşurdu, mətnin məzmunu ilə bağlı doğru fikirləri götürməliyik. Doğru fikirləri. Yanlışlara çıxırıq və doğruları götürürük. Deməli, ulduz tablonun üzərində aylarla işləmişdir. Bəli, bunu götürdük. Azaddan xəbərin olmaması ulduzun işləməsinə də təsir edirdi. Yəni daha qızğın işləyirdi, dedi. Yəni, burada yuxarıda baxın. Deməli, 3-cü aydır ki, ulduz bütün boş vaxtlarında Azadın qayıtması tablosu üzərində işləyirdi. Daima
rəssamlığa həvəs göstərən Ulduzun bu birinci ciddi və böyük işi idi. Əlində fırça o saatlarla çəkdiyi tablo qarşısında dayanıb düşünürdü. Lakin son həftələr Ulduzun gözlərində böyük bir narahatlıq kölgə salmışdı. O daimi bir təlaş və intizar içərisində idi. 2 ay idi qardaşına məktub gəlmirdi. Sonra demək, Ulduz fikirləri başına qoyub daha artıq qızğınlıqla işləyirdi. Bax, bu hissə bizə lazım idi. Daha artıq qızğınlıqla işləyirdi. Ona görə deməli, bunu da götürürük. İşləməsinə təsir edirdi. Deməli, cavabımız olacaq 1 və 2. Sonra 43-ə baxırıq. Deməli, 43-də mətnin son abzasındakı nöqtənin yerinə hansı hikmətli ifadə yazılsa, mətnin məzmununa uyğun olar. Deməli, sonda nə idi? Sonda burada Ulduz titrən barmaqları ilə, gözləri çarəsizliklə dolu anasının saçlarını oxşayaraq dedi. Bax, bu hissəyə artırmalıyıq. Yəni, uyğun gəlməlidir. Deməli, ən qorxulu qəzəb səbirli adamın qəzəbidir. Bu uyğun gəlmir. Şübhə oyanan yerdə səbir yuxuya gedir. Ümumiyyətlə bir əlaqəsi yoxdur. Çox vaxt gücsüzlük və süslük səbir zənn edirlər. Bunun da əlaqəsi yoxdur. Bağlı qapılar səbri ilə açılar. Bax, burada anasına təsəlli verə bilər. Deyir ki, Ulduz titrən barmaqları ilə, gözləri çarəsizlə dolu anasının saçlarını oxşayaraq dedi. Anacan, məsələn, bağlı qapılar səbr ilə açılar. Yəni, bunu götürə bilərik. Həmçinin səbr edən muradına yetişər. Yəni, hər ikisi görürsünüz uyğun gəldi. Ona görə bunlar yazmaq olar. Deməli, 4 və 5. Deməli, A bəndi. 43-də. Sonra davam edirik. 44. Mətn əsasında adı çəkilən bu şəxslər arasında hansı qolluq əlaqəsi olduğunu yalnız ehtimal etmək olar. Burada da, bax, mətnin sonunda diqqət elədinizsə, deməli, Bikə ilə Asya yerindən sıçramışdılar. Bikə ilə Asya, yəni biz ehtimal edə bilərik bunların qohumluq əlaqələri. Yəni Nərgiz xanımın qızları olduğunu və yaxud Ulduzun bacısı olduğunu. Yəni biz bunu ehtimal edə bilərik. Ona görə də bunların adları olan bəndləri götürürük. Deməli, Bikə və Asya. 3 və 5. Deməli, oldu A bəndi. Sonra, deməli, mətn əsasında doğru bəndi seçin və fikrinizi əsaslanın. Tablo sınaqdan uğurla çıxdımı? Bəli, uğurla çıxdı. Çünki anasına çox təsir elədi. Mətnə əsasən cədvələ doldurun. Cədvəl də burada yoxdur. Ona görə biz onu doldura bilməyəcəyik. Yəni, bu buraxılış imtahanı, 9 illik buraxılış imtahanında Azadın qayıtması mətni idi. İndi deməli. Yaxşı. Bugünlük bu qədər. İnşallah gedək yataq, sabah məktəbə getmək lazım. Yaxşı, gecəniz xeyrə qalsın.